Herkese salam. Gəlin sizinlə birlikdə bugün, yəni 26 aprel tarixində keçirilmiş 9-cu sinif buraxılış imtahanının ingilis dili fənninin qrammatika suallarının izahına baxaq. 13-cü sualdan başlayaq. Bizə deyir ki, yaxın mənalı olan, yəni close meaning, yaxın mənalı olan sözlər seçin. To destroy dağıtmaqdır. To encourage motivasiya etmək deməkdir. To ruin yenə o da məhv etmək və dağıtmaq, yəni 1 və 3 sinonimdir. To scroll çevirmək deməkdir. To spoil də o da dağıtmaq deməkdir. Yəni 1, 3 və 5 sinonimdirlər. A variantı. Növbəti sualda deyir ki, negativ mənada olan sözləri seçin. Perfect, ideal, yaxşı və ideal mənasında müsbət mənalıdır. Rude, impolite, mədəni olmayan və kobud mənasındadır. Cavabımız da budur. C variantında honest, calm, bu da yenə müsbət mənalıdır. Tasty, delicious, bu da və D də beneficial və helpful, bu da faydalı deməkdir. Cavabımız B variantı. Sonra there little sugar in the cup of tea. Little sugar dediyinə görə bilirik ki, sayılmayandır. Ona görə is və was, yəni 1, 3. C variantı. Sonra Mary saw yellow car in the park. Burada D olacaq və burada da E olacaq. Çünki car sayılan isimdir. Parkla da həmişə D işlənir, yəni A variantı. Sonra Jane didn't invite from school to her birthday party. Bilirik ki, əgər hər hansı bir cümlədə inkar varsa, həmin cümlədə ikinci inkar ola bilməz. Ona görə A variantı getdi. Didn't invite anybody olacaq. Çünki anybody cümlədə inkar olsa belə işlənə bilir. Yəni o heç kimi dəvət etməmişdi. Which words mean a plant? Hansı elə bil ki, sözlər bitki mənasındadır? Burada flower və tree olacaq. Yəni ağac və gül. 2, 4. A variantı. 19'da I think you spend more time with your children. I think demək deyir ki 19-cu sualdan davam edək ki, bizə deyir I think you spend more time with your children. Burada can't to olmaz, çünki bilirik ki, can't-dən sonra to gəlməz. Cavabımız şurada olacaq. May-dən sonra to gəlmir, have-dən sonra to olmalıydı, amma yazmayıblar. D-də də must-dan sonra to gəlmir. Tərcüməsinə də baxaq ki, deyir ki, düşünürəm ki, sən uşaqlarına daha çox vaxt keçirməlisən. İndi növbəti sual baxaq. 20-ci sual. The room was decorated toys. Decorated with olar. Çünki biz prepositions mövzusunda öyrənmişdik ki, həmin sözlər var ki, onlar bitişik yazılır və söz birləşməsi kimidir. Decorated with olacaq, yəni D variantı. 21-ci sualda deyir ki, bu cümləni passive voice-ə çevirin. Gəlin çevirək. Sally made monthly payments to the park. To the bank. Deməli, monthly payments bizim tamamlığımızdır. Deməli, cümləmiz monthly payments-dən başlamalıdır. 2 dənə cümləmiz var, 2 və 4. Monthly payments were made to the bank. Yəni, zamanımızda uyğundur. Biz dedik ki, monthly payments were made to Sally. Dəqiqə, deməli, bank. Sally made monthly. Burada bizdə 4-cü variantda. Bizdə 4-cü variantda deyir ki, to Sally. Burada to Sally yoxdur. Yəni, ona görə 4-cü variant səhvdir. Burada 2 və 3 olacaq. Yəni, ödənişlər banka edilib. Bir də bank, yəni banka ödəniş edilib. 3-cü cümlədə həmin mənadadır. Sadəcə sözlərin yeri dəyişilib. Ona görə cavabımız A variantı. Növbət sual. If you, bu da zamana aiddir ki, zaman uzlaşmasına. If you call, deməli, if you visit the office someone, with the office hours someone, the phone. Deməli, call-la will ola bilər, yəni uzlaşma cəhətdən. Will call has answered, bu da olar. Have called has answered, bu da olar. Call answers. If you call, deməli, deyir ki, əgər ofis saatı ərzində zəng vursan, kimsə cavab verəcək. If you call within the office hours, someone will answer. Deməli, 1 dəqiqə bir olmayanlar çıxsaq. If you will call, deməli, 2 olmaz. Çünki əgər zəng vursan, onlar cavab verdilər mənasında. If you call within the office hours, someone answers. 1 və 4 olacaq. Bu conditional, zero conditional, first conditional, second conditional bu mövzuya aid suallardır. Ona görə də cavabımız olacaq C. Daha sonra 23-cü sual. Bu da deməli definition'dır. 1-ci, 2-ci və 3-cü. Burada attack nədir? Hücum etmək. To start fighting or hurting somebody or something. 1-ə B.
2-yə to improve, inkişaf etdirmək, to make something or somebody better than before, yəni əvvəlkindən daha yaxşı hala gətirmək, yəni inkişaf etdirmək. 3-cüyə də concentrate, yəni fikrini cəmləmək, to give all your attention to something and not think about anything else, yəni bütün diqqətini həmin şeyə vermək və başqa şey düşünməmək. B, C, deməli B, C, A. Cavabımız budur. Növbəti sual. Hə, variantla demiş. B, C, A, D variantı. Elə bildim atı sual. Deməli 24-cü sual. Deyir, iki cümlə üçündə uyğun olan variantı seç. Birinci cümləmiz box do you usually read? Əgər isim gəlirsə deməli who olmaz, why olmaz. What ya da how olur. Whom da bu arasında. Baxarım belə. Deməli burada is olduğuna görə whom olmaz. Deməli how books do you usually read? Necə kitablar oxuyursan? How is Mr. Wilson's feedback? Burada what olacaq cavab. Çünki məsələn birinci cümlə how-ya aiddir ki, necə kitablar oxuyursan. Amma ikinci cümləyə o qədər də məna baxımından uzlaşmır ki, yəni onun Mr. Wilson'ın rəyi necə idi, amma burada nə idi uyğunlaşır. Və sonuncu sualımız bu da conjunctions mövzusuna aiddir. I was late, I took the wrong bus. Yəni deyir ki, gecikmişdim çünki səhv avtobusa minmişdim. Yəni 1 və 4 əlzəmdə çünki mənasında işlənir. İzahınız isə bu qədər idi. Necə testdə, yəni imtahana necə yazdığınızı rəylərdə bildirməyi unutmayın. Sağ olun.